Salam əziz şagirdlər, mən sizlərə 3-cü sinif izə nəşriyyatı məntiq testlərinin izahını verəcəm. Birinci testdən başlayaq. Hansı söz fərqlidir? Sentyabr, noyabr, may, yanvar. Baxırıq ki, ayların adı verilir. Nəyə əsasən fərqləndirə bilərik? Hər biri ay adıdır. Amma A bəndində baxırıq, yanvar sözündə ahəng qanuna tabidir. Noyabr, may ahəng qanuna tabidir. Sentyabrda isə ahəng qanunu pozulub. Həm qalın, həm incə sayt var. Buna əsasən fərqləndirə bilərik. İkinci suala baxaq. 2, 9, 16. Baxırıq ki, 9-dan 2 çıxsaq qalır 7. Hər ədəd özündən əvvəlkindən 7 vahid artıqdır. 9-un üzərinə 7 gəlsək 16, 16-nın üzərinə isə 7 gəlsək edir 23. Doğru cavab olur D variantı. Əlifba sırasına uyğun olaraq sözlərdən hansı birinci gələr? Biz bu sualı cavablandırmaq üçün Azərbaycan dili olan Azərbaycan dilindən biliklərə də sahib olmalıyıq. Yəni əlifba sırasını bilməliyik. Əlifbada hansı hərfin əvvəl, hansı hərfin sonunda gəldiyini bilməliyik. Yəni sırasına görə, nömrəsinə görə hərfləri bilməliyik. Burada əlifba sırasında öndə gələn birinci söz olacaq göz sözü. Sonra sual işarəsinin yerinə neçə olmalıdır? Baxaq. Diqqət etsək, baxın, burada yazıb 84, 96, mötərizənin içərisində yazıb 154, 64, 68, mötərizənin içərisində ortada yazıb 142 və sonuncu sual işarəsini biz tapmalıyıq. Bəs necə əlaqələndirə bilərik? Məntiqi əlaqəni necə qura bilərik? Öncə suala baxın, vəsait əlinizdədirsə özünüz düşünün. Yox, vəsaitiniz yoxdursa sualı saxlayıb öncə özünüz düşünün. Məntiqinizi işə salın, sonda isə izaha qulaq asın. Baxırıq, öncə baxaq. 9-un üzərinə 6 gəlsək, 9-un üzərinə 6 gəlsək edir 15. 15-i yazırıq əvvələ. Burada isə 8-dən 4 çıxsaq qalır 4. Bu 4-ü yazırıq sona. 154-ü bu qayda ilə almışdır. Sonra 6-nın üzərinə 8 gəlsək edir 14. Bunu yazırıq əvvələ. 6-dan 4 çıxsaq qalır 2. Bu 2-ni yazırıq sona, təklik yerinə. Burada isə necə? Necə dedik? Dedik ki, sağda olan rəqəmləri toplayırıq. 5, üstə gələk 6. Edir 11. Ortada olacaq 11. Sol tərəfdə verilən rəqəmləri bir-birindən çıxırıq. 4-dən 0 çıxsaq qalır 4. 4-də yazırıq 11-in sonuna. 114 doğru cavab olur B variantı. Sual işarəsini müəyyən edin. Baxaq. Öncə bizə tam verilənlərə əsasən baxıb sual işarəsini yerində duran ədədi tapaq. Baxırıq burada. Baxın, 8-in üzərinə 4 gəlirik, 12. 12-ni 2-yə vururuq, 24. Məntiqi əlaqəni necə qurduq? Burada verilən 2 ədədi toplayırıq və 2-yə vurub dairənin içərisində olan ədəd alırıq. Demək, kvadratda verilən ədədləri bir-birini ilə toplayıb 2-yə vurub dairədəki ədədi alırıq. Necə dedik? Burada 6-nın üzərinə 4 gəlirik, 10. Aldığımız bu cəmi 2-yə vururuq, edir 20. Burada alıb 18, düzdürmü? Biz dairənin içərisindəki ədədi necə tapırdıq? Kvadratın içərisindəyini toplayıb 2-yə vurub dairənin içine alırdıq. Burada da ona görə öncə dairənin içərisindəki ədədi əksinə, tərsinə, yəni əksinə olaraq 2-yə bölürük. Bu eləyəcək 9. Sual işarəsinin yerini bilmirdik nədə. Buradakı 2 ədədi toplayıb 9 almışıq. Neçənin üstünə 4 gəlsək 9 eləyər. 9-dan 4-ün çıxmaqla tapırıq ki, 5-in üzərinə 4 gəlsək edir 9. Doğru cavab olur A variantı. Baxaq, ədədlər müəyyən qaydaya əsaslanaraq düzülmüşdür. X-in yerində neçə olmalıdır? Baxaq, diqqət edək. Belə baxa bilərik. Baxın, 2, 3, 4, 5. Sonra ikinci ədəddən başlayaq. 6, 7, 8, ardıcıllıq olaraq burada nə olacaq?
9 doğru cavab olur. D variantı. Növbəti sualımıza baxaq. Deyir ki, marş hansı ədədə uyğun gələcək? Rəqəmləri düzgün seçək. Baxın, R hərfi 1-dir, 2 A hərfidir, M 3-dür. Düzdürmü? Burada Ş 4-dür, A dedik ki 2-dir, R 1-dir. Ş 4-dür, A 2-dir, M da neçədir? 3-dür. İndi gəlin burada hərflərin yerinə rəqəmləri yazaq. M-nın yerində durdu 3. A-nın yerində 2. R-nın yerində 1. Ş-nın yerində 4. 3214 harda var? A bəndində. Doğru cavab olur A variantı. Növbəti sualımıza baxaq. Baxaq. 7'nin üzərinə 2 gəlsə, 7'nin üzərinə 5 gəlsə edir 12. 2 yazırıq. 1 yadda. A-nı tapdıq ki 2'dir. A-nın yerinə 2 yazsaq, 1'in üzərinə 2 gəlsə 3, bir də yadda 4. B elədi 4. Düzdürmü? A-nı 2 tapmışıq, B-ni də 4 tapmışıq. 2'nin üzərinə 4 gəlsə edir 6. Bizə deyir A üstə gələk B-ni tapın. A-nın qiyməti 2'dir, B-nin qiyməti 4'dür. Bunların cəmi edir 6. Doğru cavab B variantı. 9-cu suala baxaq. Baxaq görək ardıcıllıq necədir. Baxırıq, bizə sarı lövhələr verilib, bir də yaşıl. Ardıcılığı necə düşünə bilərik? 8'i burada necə alıb? Baxın, bu birinci ədədi 2'yə vurub, 4'ü vurub 2'yə. 8. 4'ü 2'yə vurmaqla 8 alıb. Növbəti ardıcılıq necədir? 8'dən 3'ü çıxmaqla alıb 5. Demək, ardıcılığımız bu cürdür. 2'yə vur, 3 çıx. 2'yə vurub 3 çıxırıq. 4'ü 2'yə vursaq, 4'ü 2'yə vursaq 8, 8'dən 3 çıxsaq 5. 5'i 2'yə vursaq 10, 10'dan 3 çıxsaq 7. 2'yə vurub 3 çıxırıq. Bax, qaydamız belədir. Vur 2, çıx 3. 7'ni 2'yə vursaq 14, 14'dən də 3 çıxsaq 11. İndi gəlin növbəti yaşıl lövhələrin için tapaq. 4'ü necə edib 12'ni ala bilərik? 4'ü vuraq 3'ə. 4'ü 3'ə vursaq 12. Demək, vuraq 3. 10'u necə ala bilərik? Vuraq 3, çıxaq 2. 4'ü 3'ə vuruq 12. 2 çıxırıq 10. Onu 3'ə vururuq 30. 2 çıxırıq 28. 28'i 3'ə vururuq 84. 2 çıxırıq 82. Demək, yuxarıda sarı lövhələrin için tapmaq üçün 2'yə vurub 3 çıxırıq. Yaşılların için tapmaq üçün 3'ə vurub 2 çıxırıq. Sual işarəsinin yerində nə oldu? Sarı lövhənin içərisində 10. Yaşılın içində 30. Doğru cavab olur D variantı. Növbəti sualımıza baxaq. 3'ü 2'yə vurub 6, 5'i 2'yə vurub 10, 7'ni 2'yə vurub 14, 3, 5, 7, 2 artıb ədədlərimiz. 7'dən sonra gəlib 9, 9'u 2'yə vurub 18, 9'un üzərinə 2 gəlsək, 9'dan sonra nə gələcək? 2 artıranda tək ədədləri. Burada eləyəcək 11, A edir 11, 11'i 2'yə vursaq 22. Bizə deyir B çıxaq, A-nı tapın. B-ni tapdıq ki, B 22'dir, A da 11'dir. 22'dən 11 çıxsaq qalır 11'i. Doğru cavab olur B variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Hər hansı qaranlıq qalan məqamlar olarsa, rəy bölməsində yazıb suallar verə bilərsiniz. Növbəti izahlarda görüşərik. Hələlik.